Və ən sonuncu qeyd eləmək istədiyim və ən təhlükəli. Bugün İsrailin rəsmiləri də, onun rəsmi dairələrinə bağlı o müxtəlif media platformaları da bildirirlər ki, İrandan sonra növbə Türkiyənindir. Və biz bunu unutmamalıyıq. Mürtəci dövlət üçün heç bir fərqi yoxdur. Mən təəssüf edirəm. Bugünkü İsrail onun başında duran rəhbərləri, hökuməti baxımından mürtəci dövlətdir və mürtəci siyasət yürüdür. Bəlkə sabah hakimiyyət dəyişəcək, o başqa dövlət olacaqdır. Onu deyə bilmərəm. Amma bugünkü reallıq budur. Ona görə mən bir də istəyirəm ki, həmvətənlərimiz diqqətli olsunlar. Azərbaycanın daxilində Azərbaycan insanını çaşdırmağa çalışan, Azərbaycan insanını rəyini yanlış istiqamətə yönəldən insanlara amansızcasına təpki vermək lazımdır. Bizim üçün önəmli, bizim soydaşlarımızın həyatı, onların təhlükəsizliyi, onların varlığıdır. Vəssalam. İranda oldu, Turanda oldu, Azərbaycanda oldu, fərqi yoxdur. Və əgər bir ölkə iddia edirsə ki, bundan sonra Azərbaycanın strateji müttəfiqi olan, Azərbaycanın təbii müttəfiqi olan Türkiyəni hədəf alacaqdır. Bilmirəm nə dərəcədə onu ala biləcək, o başqa söhbətdir. Amma təbii ki, həmin o qərb dövlətləri İranda olduğu kimi, Hezbollahda olduğu kimi Türkiyə məsələsində İsrailə dəstək verəcəklər. İsrail alətdir, İsrail dövlət deyil. İsrail hərbi bazadır. Biz bunu anlamalıyıq. Və bu hərbi bazadan istənilən dövlətə qarşı istifadə edə bilərlər. Ola bilər mənim İsrail haqqında fikirlərim kəskindir, amma dövlət budur. Bunu mən demirəm təkcə. Dünyanın Amerika kimi, nə bilim, Avropa ölkələri kimi ölkələrində tanınmış, məşhur, siyasətçi, jurnalist, yahudilər var ki, bunu deyirlər. Bilirsinizmi? Məsələ burasındadır.